Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Seviş qəsəbəsində, yəni Məsəti qəsəbəsində 4 sot torpaqda 2 böyük salı, 4 otaq, 2 mətbəği olan bax belə bir həyət evi satılır. Qiyməti 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda ikinci mərtəbədə olan mətbəğini görürsünüz. Bax mətbəx böyükdür, 4-ün 4-dədir. Mətbəx mebeli evdə qalacaq. İndi isə mən sizə zalını göstərirəm. Zalın uzunluğu 9, eni isə 5 metrdir. Eyni zamanda otaqlarını görmək mümkündür. Otaqlar isə hardasa 5-in 5-ədir. Yəni ola bilər bir balaca plus-minus olsun. Ancaq böyükdür, hündürdür, 2 qat kubiklə hörülüb kürsülüdür. Bax yenidən otaqlardan birini sizə göstərirəm. Polu taxtadır. İndi isə ikinci otağa keçirəm. Bax hal-hazırda deməli İkinci mərtəbənin zalını, eyni zamanda otaqlarını görmək mümkündür, təmirini görmək mümkündür, yəni təmirlidir. İnternet xətti var, yəni bütün xətlərin hamısı var. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv arayışı var. Bildiyiniz kimi, yəni bax bu sənədlər ilə alqı-satqı ancaq etibarnamə yolu ilə olur. Yəni bunu siz bilirsiniz. Deməli, küçüyə, mərkəzi küçüyə bax, qarşıda gördüyünüz belə bir obyekt yeri var. Hal-hazırda həmin obyekt yeri işləmir. Bura deməli ikinci mərtəbədir. Yenidən mən sizə navesin alt hissəsini, bir də ki məhləsini göstərirəm. 4 tonluq su baseynisi var. 1,5 tonluq su bakı var. Bax qarşıda bağçasını görmək mümkündür. Yəni hündür, hər tərəfdən hündür barları var. Bax görmək mümkündür. Yəni həqiqətən hündürdür. 7 ədəd ağac növü var. İndi isə birinci mərtəbənin zalına, eyni zamanda otaqlara keçirəm. Qarşıda gördüyünüz qapı birinci mərtəbənin mətbəğidir. Bura isə deməli birinci mərtəbənin zalıdır. İkinci mərtəbəyə nisbətən zal burada bir balaca kiçikdir. Hardasa 7 metrdir. Ancaq eni 5 metr. Bura isə otaqlardan biridir. Bax burada da ölçü ikinci mərtəbədə olduğu kimi böyükdür ölçüsü. Bura birinci mərtəbədir. Qiyməti 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Deməli bu həyət evin Seviş qəsəbəsində 11 nömrəli marşrutun son dayanacağının bu həyət evinə qədər olan məsafə 180. Şəhər istiqamətində 20 A-nın getdiyi yoldan 20 metr məsafədə yerləşir. Deməli birinci mərtəbə dedikdə bax bu cürdür. Yəni bir neçə pilləkən aşağı düşmək lazımdır. Yəni bax hardasa 6 pilləkən aşağı düşsən, eyni zamanda 6 pilləkən qalxıb hamama keçmək mümkündür. Yenidən həyət evin məhləsini sizə, eyni zamanda bağçasını sizə göstərirəm. Hamamı təmirlidir. Qiyməti 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə deməli hamamını sizə göstərirəm. Hamamı 2,5-ın 2-yədir. Yəni böyükdür. İndi isə qarşıda bax belə bir əldamı var. Eyni zamanda bu zonanı görmək mümkündür. İstil sistemi piti minutkadır. Bura isə əldamıdır. 3-ün 4-dədir. Bax bu cürdür. Yenidən evin xarici görünüşünü göstərirəm. Qiyməti 62 min manatdır. Qiymətində mütləq razılaşma olunmalıdır. Sizlərə uğurlar.